2019-cu il BMW 530 ay. 2 motor, 112.000 mil yürüyüşləndir maşın. Maşının ön hissəsində heç bir zədəsi yoxdur. Sağ tərəf tam zədəsidir. Kör nöqtə, 4 qapıda da açarsı daxil olma, lük mövcuddur maşında. Arxa kroloda belə bir yüngül cızığı var. Arxa bufer təmir olunmalıdır, stopa ehtiyacı var. Kapotda, qapısında, bagaj qapısında belə bir zədəsi var. Arxa kroloda dəmirçi malyar işi görünməlidir. Dərisi DNX-in elektron idarə olunması mövcuddur. Elektron pribor, CarPlay dəstəkləyən monitor, DNX-in isidilməsi mövcuddur. Zavod Qaradam. Buradan da maşının bir də ön parpresi ehtiyacı var.